Qardaş deyir, mən deyir, sübh namazında dura bilmirəm. Yol göstərərdi. Sübh namazına, ümumiyyətlə, yəni namazlara əsasən də bu işa namazı ilə sübh namazı Peyğəmbər s.ə.v buyurur ki, münafiqlər üçün ən ağır gələn namazdır. Yəni, ona görə sübh namazı ilə işa namazını, yəni tənbəllik etmək olmaz. Ən əsas da sübh namazında çalışmaq lazımdır ki, namaz girməmişdən öncə durmaq. Bizdə çox vaxtı budilniki namazın çıxma vaxtına 5-10 dəqiqə almışa qoyuruq ki, çox yataq. Hamının problemidir də. 10 dəqiqə almışa qoyuruq ki, tez durum o vaxta kimi yatıb durum 10 dəqiqə almış sübhün çıxmağına durum qılın. Elə lazımdır. Ən pisi də ki, səni əgər budilnik namazı durğuzursa, bu lap pisdir. Sən budilnik namazı durğuzmamalıdır, sən özün durmalısan. Sənin imanın varsa, o iman səni durğuzmayacaq namaza. Budilnik lazım deyil sənə. Kiminsə sənə zəng eləməyi lazım deyil. Sadəcə bu şeyləri, bu səbəbləri alimlər niyə qoyublar? Niyə görə deyirlər ki, insanlar yəni tənbəlliyin daşını açsınlar, dursunlar namaza. Kimsə onları durğuzsun və yaxud da budilnik qoysun 3 dənə, 4 dənə. Mütləqdir ki, dursun, nə etsin, namazı qılsın, sübh namazını buraxmaq olmaz, qardaşlar. Yəni, namaz elə bir ibadətdir ki, onun üçün heç bir şey qoyulmayıb. Yəni, güzəşt qoyulmayıb onun üçün. Oruçsan, səfərdəsənsə, məsələn, oruç tutmaya bilərsən. Xəstəsənsə, oruç tutmaya bilərsən. İmkanı yoxdur, zəkat vermirsən. İmkanı yoxdursa, həcc eləmirsən. Xəstəsənsə, həcc eləmirsən. Amma namaza belə bir şey yoxdur. Xəstəsənsə, namaz qılma. İmkanı